Axşamınız xeyir, əziz izləyicilər. 2005-ci ildə Trumpın yenidən prezident seçilməsi qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olub. Ukraynaya yardımların dayandırılması, Putinə edilən jestlər, NATO'nun zəifləyən rolu və Avropanın strateji çaşqınlığı bunların hər biri yeni geopolitik düzənin xəbərçisidir. Bu videoda Trumpın qərarlarının Rusiya, Avropa, Türkiyə və Arktika üçün yaratdığı nəticələri təhlil edirik və qarşıdakı illərdə bizi nələrin gözlədiyini araşdırırıq. Donald Trumpın yenidən ABŞ prezidenti seçilməsi ilə qlobal siyasətdə ciddi dəyişikliklər müşahidə olunmağa başladı. Bir tərəfdə Ukraynadakı müharibəni bitirmək istəyən Qərb, digər tərəfdə isə bundan maksimum şəkildə faydalanan Rusiya. Trumpın Putinə etdiyi jestlər və Ukraynaya yardımı dayandırması dünya siyasətində yeni, təhlükəli bir səhifə açdı. Bugün biz Trumpın siyasətinin Rusiya, Avropa, Türkiyə, Çin və hətta Arktika üçün yaratdığı nəticələri dərin təhlil etməyə çalışacağıq. Donald Trump fevral ayında Vladimir Zelenski ilə Ağ Evdə baş tutan sərt dialoqdan sonra dərhal ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımı və kəşfiyyat məlumatlarının paylaşımını dayandırdı. Bu sadəcə bir qərar deyildi. Bu qərar həm də cəbhədəki reallığı dramatik şəkildə dəyişdi. Mart ayından başlayaraq Ukrayna ordusu şiddətli şəkildə ərazi itirməyə başladı. Kəşfiyyat məlumatlarının olmaması Ukraynanın hərbi əməliyyatlarını iflic etdi. Trumpın Rusiyaya yanaşması Kremlin psixoloji üstünlük qazanmasına səbəb oldu. Putin Qərbin təzyiqinin artıq əvvəlki qədər güclü olmadığını gördü və bundan dərhal istifadə etdi. Putin Trumpın siyasətini zəiflik kimi qiymətləndirdi və dərhal geosiyasi oyunlarını daha sərt formada davam etdirməyə başladı. Putin Arktikada atom sualtı gəmisindən etdiyi açıq bəyanatlarla dünyaya yeni qaydaların artıq Rusiya tərəfindən müəyyənləşdiriləcəyini elan etdi. Bu, Moskvanın sadəcə Ukrayna ilə deyil, həm də Arktika regionundakı maraqlarını birbaşa şəkildə gücləndirmək istəyini ortaya qoyur. Rusiyanın yeni strategiyasının mahiyyəti Qərb zəiflədikcə Rusiya güclənir prinsipinə əsaslanır. Trump bəlkə də bilmədən Putinin böyük geopolitik oyununa yol açdı. ABŞ-ın Rusiyaya yaxınlaşması Avropanı da dərin dilemma qarşısına qoydu. Almaniya və Fransa Rusiya qarşı sərt mövqeyi saxlamaqla iqtisadi maraqlarını qorumaq arasında çətin seçim etmək məcburiyyətindədirlər. Polşa və Baltik ölkələri ABŞ-ın zəifləyən dəstəyi səbəbindən artıq öz təhlükəsizliklərini yenidən qiymətləndirirlər. NATO ittifaqı daxilində vahid mövqe məsələsi daha da çətinləşir. Alyans daxilində parçalanma təhlükəsi artır və bu Rusiyanın mövqeyini daha da gücləndirir. Prezident Erdoğan Trumpın yaratdığı geosiyasi qeyri-müəyyənlikdən ustalıqla istifadə etməyə çalışır. Həm NATO üzvü kimi qalır, həm də Rusiya ilə münasibətləri daha da yaxınlaşdırır. Ankara xüsusilə Ukrayna məsələsində danışıqlar üçün vacib rol oynayaraq həm Rusiya, həm Qərbdən strateji güzəştlər əldə edir. Türkiyə Aralıq dənizi və Arktika ilə əlaqəli geosiyasi danışıqlarda öz rolunu genişləndirərək yeni güc mərkəzinə çevrilməkdədir. Çin geosiyasi oyuna səssiz, lakin son dərəcə effektiv yanaşır. Pekin, Rusiyanın zəifləməsindən də, ABŞ-ın dünya arenasındakı nüfuz etkisindən də eyni dərəcədə məmnundur. Çin, Avropa ilə iqtisadi əlaqələrini genişləndirərək ABŞ-ın zəifləyən mövqeyindən faydalanmağa çalışır. Çin, Rusiyaya açıq dəstək vermir, ancaq Ukrayna müharibəsinin uzanması Qərbi daha da zəiflədir və Pekin üçün ideal şərait yaradır. Ən gözlənilməz geopolitik müzakirələrdən biri də Arktikada, xüsusilə Qrenlandiya ilə bağlıdır. Putin Qrenlandiya məsələsində Trumpı açıq şəkildə dəstəkləyir.
ABŞ-la Rusiyanın Ukrayna-Arktika oxunda geopolitik sövdələşməyə hazır olduqlarını göstərir. Bu vəziyyət Danimarka və digər Skandinaviya ölkələrinin ABŞ-la olan münasibətlərinə ciddi təsir göstərə bilər və yəqin ki, göstərəcək. Arktika artıq sadəcə iqtisadi yox, həm də təhlükəsizlik məsələlərində mühüm rol oynamağa başlayıb. Donald Trumpın Rusiyaya yaxınlaşması və Ukraynaya dəstəyi dayandırması ilk baxışda sülhün əldə olunmasına yol açırdı. Əslində isə qlobal siyasətdə qeyri-sabitliyi artırdı və böyük güclər arasında yeni qarşıdurma dövrünə zəmin yaratdı. Bugün dünya siyasətində yaranmış qeyri-müəyyən vəziyyət, ABŞ-ın nüfuzunun azalması, Avropanın çaşqınlığı və Rusiyanın yenidən özünü böyük güc kimi təqdim etməsi gələcək üçün təhlükəli ssenariləri vəd edir. Biz artıq geosiyasi sabitliyin deyil, böyük güclər arasında ciddi qarşıdurmaların şahidiyik və Trump-Putin münasibətlərinin nəticələri qarşıdakı illər üçün təməl sual olaraq qalacaqdır. Bu arada Almaniyanın Münhen şəhərindəki Bundeswehr Universitetinin professoru, tanınmış hərbi ekspert Carlo Massallanın yeni kitabında irəli sürdüyü ssenari olduqca maraqlı və düşündürücüdür. Qarşıdakı 3 il üçün nəzərdə tutulmuş bu ssenariyə görə Ukrayna məğlub olaraq kapitulyasiya edir. Bu da Ukraynanı iqtisadi tənəzzülə üz-üzə qoyur. Seçkilərdə Rusiyapərəst qüvvələr qalib gəlir və Putin nəhayət istefaya gedir. Həmçinin bu ssenariyə görə 2028-ci ildə Rusiya NATO üzvü olan Estoniya hücum edəcək. Yuxarıda etdiyimiz təhlillərə görə Trump bu davranışı davam edərsə, professorun proqnozunun reallaşma ehtimalı kifayət qədər yüksəkdir. Hazırki şəraitdə Qərb, daha doğrusu Avropa, anlayır ki, Ukraynanın məğlubiyyəti Rusiya üçün daha böyük ambisiyalara yol açar. Lakin ABŞ-sız Avropa Ukraynanı nə qədər dəstəkləyə biləcək? Bax, bu qəliz bir sualdır. Bugün dünya siyasətində yaranmış qeyri-müəyyənlik, ABŞ-ın nüfuzunun azalması, Avropanın yönsüzlüyü və Rusiyanın təşəbbüsü ələ alması beynəlxalq sistemin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Trump və Putinin paralel hərəkətləri artıq qlobal sabitliyi pozan yeni bir dövrün əsasını qoyub. Massallanın ssenarisi fonunda bu reallıq daha da aydın görünür. Ukraynanın mümkün kapitulyasiyası, Rusiyanın daxili transformasiyası və 2028-ci ildə NATO üzvünə qarşı hücum ehtimalı. Bunlar artıq uzaq ehtimallar deyil. Əgər Trump siyasətini dəyişməzsə, bu gedişatın qarşısını almaq çətinləşəcək. Bu məqamda Avropa anlayır ki, Ukraynanın məğlubiyyəti təkcə bir ölkənin yox, bütünlükdə qitənin təhlükəsizliyini riskə atacaq. Amma ABŞ olmadan bu yükü tək daşımaq olduqca çətin və baha başa gələcək bir prosesdir.